Herkese salam. Necəsiniz? Ümidvaram ki, hər birinizin əhvalınız yaxşıdır. Bugün sizlərlə çox səbirsizliklə gözlədiyim kargo açılımı edəcəyik. Bu bağlamanı o qədər səbirsizliklə gözləyirdim ki, içində mənim üçün çox maraqlı olan məhsullar var. İnşallah ki, sizin üçün də maraqlı olar, xoşunuza gələr. Gəlin birlikdə başlayaq. Bu arada onu da qeyd edeyim ki, özüm selofanda qoymuşam. Çünki digərinin hər yerə dəydiyini gömrükdə və yaxud gələrkən çox yerə toxunduğunu düşündüyüm üçün onu birbaşa stola və yaxud evdəki hər hansı bir yerə qoymaq istəmədim. Selofan təmiz olduğu üçün selofanda qoymağı üstün tutdum. Gəlin elə ilk öncə ən başda olan belə süngərlərlə başlayaq. Özüm bu renkləri seçmişdim. Çox qəşəng, olduqca yumuşaq. Daha sonra digər bir məhsulumuzla davam edək. Belə dörtlü set şəklində satılan dux orqanayzeri kimi düşünək də bunu. Demək, bunları istədiyimiz duxun başlıq hissəsinə, alt hissəsini, burada görürsünüz, yeri var özünün. Bu yerlə belə pompalayaraq duxu içərisinə doldurmaq mümkündür. Çox qəşəng, çox əlverişli bir şeydir. Yəni, mən çox sevirəm belə məhsulları. Renkləri də o qədər gözəldir ki, çox bəyəndim. Daha sonra belə bir məhsul. Bu nə üçündür? Bu məhsul kəmərlərimizdə yeni halqalar açmaqdan ötürüdür. Mən nə vaxt ki kəmər alıram, hər zaman bu kəmərlər mənə böyük gəlirlər. Ya aparıb dərzilərdə yeni halqa açdırmaq lazımdır və yaxud da ki evdə tələsiyə düşəndə özüm açıram ki, bu zamanda kəməri həqiqətən məhv eləmiş oluram. Ancaq bununla daha səliqəli nəticə əldə edə biləcəyimə inanıram. Bu kleskanın təkərləri üçün istifadə olunur. Təkərlər necə deyim, çox belə tozlanmasının, çirklənməsinin qarşısını almaqdan ötürüdür. Bu kiçik ön təkərlər üçün 2 ədəd, bu isə böyük arxa təkərlər üçün olan yine 2 ədəd. Gəlin əvvəlcə belə məhsullara baxaq, daha sonra geyim falan bu kimi məhsullara baxarıq. Belə bir məhsul. Şalvarların beli böyük gəldikdə istifadə olunmaq üçün göstərilibdir. Bu gördüyünüz 3 məhsul yaxalıq, broş kimi istifadə üçündür. Növbəti məhsulumuz
Uşaq arabasına telefonu bərkitmək üçün istifadə olunur. Bu hissəsini, arxasını istədiyiniz kimi tarazlaya bilirsiniz. Yəni istədiyiniz ölçüdə tarazlamaq mümkündür. Çox yararlı olduğunu düşünürəm. Daha sonra şəffaf olduqları üçün belə görünmürlər. Bilmirəm sizdə də belədirmi? Ancaq məndə adapterların başlığı çox tez xarab olurlar. Böyük hissələri qatlanmaqdan o hissədə elə bilin ki, qopma yaranır. Bu da təbii ki, orijinal olan adapter şnurları üçün heyfdir. İnsanın heyfi gəlir. Buna görə də belə bir məhsul aldım. Düşünürəm ki, faydalıdır. Demək, məndə bu məhsulun qolbaqsız, sadəcə olaraq saç bandı olan, ancaq saç bandında məndə üzərində bantik var. Əslində onu çox sevirəm, amma axır vaxtlar niyəsə də daha çox sadəsini istəyirdim. Eynən bu rəng, ancaq üzərində bantik olanıdır məndə, qolbaqda yoxdur. Ona görə də elə məhsulu görəndə düşündüm ki, beləsini sifariş versəm yaxşı olar. Rənginə isə söz ola bilməz. İnanın ki, hələ kamerada daha açıq rəng görünür. O qədər şirin bir rəngdir ki, ümidvaram ki, xışıltının səsindən məni yaxşı eşidə bilirsiniz. Belə bir məhsul. Bu uşaq arabasının üzərinə yağış yağdıqda salmaqdan ötürüdür ki, yağış ıslatmasın. Yəni tam olaraq açıb göstərə bilməyəcəm hal-hazırda sizə. Məncə çox qəşəng və yararlı məhsuldur. Baxın indi bu məhsulumuza. Yenə uşaq arabası üçündür. Ümidvaram ki, uyğun gələr ona. Belə bir döşəkçə. Belə çox qəşəngdir. Baxın belə. Belə bir dəst şəklində döşlüklər. Məncə çox qəşəngdir. Üst hissələri yumşaq, altları isə belə su keçirməz bir materialdandır. Yəni üzərindəki dəsənlər də çox qəşəngdir, çox gözəl tərtib olunubdur. Rəngini də sevdim. Və digər məhsulumuz. Siz hal-hazırda bunu hər nə qədər şaftalı rəngində görsəniz də, bu əslində çəhrayı rəngdədir. Çox qəşəng rəngi var. Fırçaları təmizləmək üçün olan bir məhsuldur. Belə. Arxa hissəsi yapışır. Yəni üstündə isə fırçalarınızı tamamilə tərtəmiz yumaq mümkündür. Düşünürəm ki, bunu çox blogerdə görübsünüz. Bəlkə də elə çoxunuzda da var. Çox yararlı olduğunu düşünürəm. Fırçaların təmiz olmağını çox sevirəm. Dəfələrlə eyni fırçanı, yəni yumadan işlətməyi heç sevmirəm. Arxa hissəsində belə yapışqanlı olmaq çox yaxşıdır. Yapışdırıb belə rahatlıqla tərpənmədən yumaq mümkündür. Bu nədir? Bu nədir və nə üçündür? Əslində heç belə bir şey təsəvvür etmirdim.
Daha kiçik ölçülü və necə deyim, stikerlər kimi bir şey olduğunu düşünürdüm. Dəmir kimi bir şeydir. Möhkəmdir materialı, çox möhkəm, çox bərk ölçüsü də. Yəni elə də kiçik deyil. Baxın. Uşaqlar üçün maşınlar olur. O maşınların arxa tərəfində yazısının hərfi düşmüşdü. Mən onun stiker kimi olduğunu düşünərək bundan sifariş verdim. Hətta düşündüm ki, bir stiker nəyə görə görəsən? Yəni qiyməti səhvlərimsə 2 manat olmalı idi bunun. Dedim nəyə görə stiker 2 manat olsun ki? Yəqin ki dedim çox olacaq da, eyni hərfdə çox olacaq. Siz demin ki bu stiker deyilmiş, dəmir kimi möhkəm bir materialdan olan əməlli başlı yapışqan imiş. Qoruyucu şüşələri birini 5 manata telefonumun üzünə çəkdirirəm. Çox qəşəng pakovka eləyiblər. Demək belə, içindən 5 ədəd qoruyucu şüşə çıxdı. Çox qəşəng, sizə də belə göstərim. Heç bir qırığı falan yoxdur. Çox səliqəli gəlib. Qiymətini də qoyduqda görəcəksiniz ki, buradakı ilə nə qədər böyük fərq var arasında. İnşallah ki, yapışqanlığı da rahat olar, yapışdıra bilərəm. İsti və soyuq saxlayan termos. Bu hissəsində yapışqan var, onu aça bilsəm çox yaxşı olar. Dərəcəsini göstərir. Yəni içində isə belə bir tutacaq var. Hələ ki belə görünsün, əldə hiss elətdirdiyi bir şeylə keyfiyyətsiz bir məhsula oxşamır. Onsuz da. Sonra bundan davam edirik. Planşetin ekranı üçün şüşədir. İnşallah ki uyğun gələr. Hal-hazırda planşet yanımda olmadığı üçün yoxlayıb sizə də göstərə bilmirəm. Ancaq telefon üçün olandan sonra bundan da çox ümidliyəm. Gəlin yenə də açaq. Amma bağlamalar həqiqətən o qədər möhkəmdir ki, sadəcə termosun qabı niyə o qədər əzilmiş haldaydı bilmədim. Amma digər hər birini zaten ki birlikdə açdıqda gördünüz necə gözəl bağlanıblar. İki ədəddir. Məncə bu tam olaraq tabletin ekranına uyğun gələcək. Belə bir şey var. Gəlin çox görək nədir. Açığı əsla ağlıma gəlmirdi içində nə ola biləcək. Canlanıram. Görək içindən nə çıxacaq. Allahım, bu nədir? Plastikə çox da oxşamır, amma çox daşa da oxşamır, açığın deyim. Yəni orada yorumları oxudum. Çox insanın həqiqətən daş olduğunu qeyd etdiyi üçün ən çox bunu götürdüm. Məndə özümdə bundan var. İllər öncə universitet vaxtında aldığım bir məhsul idi. Sadəcə olaraq oğlum bu daşını mənimkini qırdığı üçün yenidən sifariş elədim. Ancaq nə yalan deyim, mən düşünürəm ki, mənim özümdəki daha yaxşı, daha keyfiyyətli idi. Bunu digərləri qədər də çox bəyənmədim açığı. Belə bir məhsulla yenə oğlumun bağlamaları ilə davam edirik. Bunu mən sizə necə göstərim ki, tam olaraq görə biləsiniz. Bu demək nə üçündür? Uşaq yemək yeyərkən uşağın üst hissəsini keçiririk. Arxa hissəsi belə cırt-cırtlıdır.
boynuna bağladığımız sizə. Bir də bunu yemək oturacağının üst hissəsini keçiririk və uşağın necə deyim, dağıtdığı yemək qırıntıları onun üzərini, paltarını çirkləndirmiş olmur. Bunun üstünə tökülür, bunu da sonra təmizləyin, yuyun. Yəni belə çox əlverişli materialdır. Yəni xarab olacaq bir şeyə heç bənzəmir. Çox belə necə deyim, əldə qayırma bir şey kimi görsənmir də, belə izah edeyim sizə. Demək, uşaq arabası üçündür yenə. Bu hissəyə uşağın butulkası olsun və yaxud uşaq üçün termos və yaxud öz termosunuz. Bu hissəyə isə telefonunuzu yerləşdirirsiniz. Bu da bərkitmək üçün istədiyiniz qədər sıxa və ya boşalda bilərsiniz. Sıxdıqdan sonra artıq bunun aralanma ehtimalı, düşmə ehtimalı qalmır. Çox qəşəng. Uşaqlı analar üçün düşünürəm ki, çox yaxşı bir məhsuldur. İndi isə davam edək. Belə bir uşaq üçün çanta. Bizim özümüzdə 2 dənə uşaq çantası var. Biri uşaq arabasının özününkidir, bundan əvvəlki uşaq arabasının. Biri də özümün Trendyoldan sifariş etdiyim. Çox böyükdür, içinə hər şey yerləşdirmək olur, ancaq ağırdır. Havalar da yaxşılaşır. Gündəlik olaraq onu elə çıxarmaq istəyirəm və düşünürəm ki, o çanta mənim işimi ağırlaşdıracaqdır. Mənim üçün çox ağır olacaq. Ona görə belə bir çanta sifariş vermək qərarına gəldim. Qabaq hissəsi. Belə bir cib var. Arxası sadə. Çox qəşəng, yumuşaqdır. Arxasında kiçik yeni bir cib var. Burada gördüyünüz bu başlıqlar isə uşaq arabasından bunu asa bilmək üçündür. Ay, çox qəşəng, çox şirindir rəngi. Kaş siz oradan bunun rəngini olduğu kimi görə biləsiniz. O qədər gözəldir ki, yəni həqiqətən nə deyim, necə ifadə edeyim bunu. Baxın. Bu şortiki. Bu isə belə bir köynəyi. Həqiqətən çox qəşəngdir. Yine oğlum üçün belə bir kofta. Çox qəşəng koftadır. Sadəcə olaraq bu üstündəki şəkil və yazı yapışqandır və düşünürəm ki, bir neçə yumada yəni bu şəkli itirəcəyik. Belə düşünürəm, amma bəzən də olur ki, nə qədər yuyursan yu, yəni getmək bilmirlər. Ona görə də dəqiq bir şey demək olmur. Sadəcə düşünürəm ki, görüntüsü falan çox qəşəngdir. Material da çox yaxşıdır, yəni yumuşaqdır. Sonra kənarda açdım, niyə açdım bilmirəm. Belə bir papaq, yenə oğluma, inşallah ki başına olar. Ay qızlar, bu mənə bilirsiniz nəyi xatırladır? Bir suyu kapronların biraz qalını olur, onun kimi bir şeydir. Daha çox belə aprel, may ayında bəzən hava sərin keçəndə qoymaq üçün almışdım. Çox qəşəngdir, materialda qəşəngdir, amma yenə dediyim kimi o kapronun biraz qalın olanlarını mənə xatırlatdım. Yəni, amma çox qəşəngdir, yumuşaqdır, yəni incitmə ehtimalı yoxdur. Öz düşünürəm ki, başına da tam olaraq olacaq. Yeni kənarda açırdım az qala. Qızlar, bunu özüm üçün almışam. O qədər yumuşaqdır ki, qiyməti isə çox münasib idi də, yəni qiymətlərini qeyd edəcəm daha sonra, çünki dəqiq qiymət xatırlamıram, amma çox münasib olduğunu xatırlayıram. Arxa hissəsi belə sadə. Önündə isə kiçik belə bir yazısı var. İçi də astarlı içdir. Bayaq ki bunu açırdım, deyib çantamı açdım. Bunu da oğlum üçün qışlıq almışam.
Yəni tam qışlıq deyil də, bilirsiniz necə? Oktyabr, noyabr aylarında istifadəyə yararlıdır. Qəşəng yumuşaq papaqdır. 3 rəngini götürmüşəm. Set olaraq satılırdı. Çox qəşənglər. Başına da olacağını düşünürəm. İndi isə görək necədir. Ay Allah, çox qəşəngdir. Heç belə gözəl gözləmirdim. O qədər münasib qiymətə almışam. İşte belə. İşte arxası. Növbəti isə köynəyi özüm üçün sifariş eləmişdim. Yan hissələrində kəndir var, büzmə detay vermək üçün. Görürsünüz belə. M mənə böyük gəlir, amma Asiyan M olanlar isə tam əynimə rahat olur. Belə normal M-lər mənə böyük gəlir. Baxın, bu oğlum üçün sifariş verdiyim şalvardı. Çox uzun olduğunu düşünürəm. Bəlkə də olacaq, indi belə danışıram, amma materialı falan qəşəngdir, yaxşıdır. Əsl belə yazdıq bir şeydir də. Qalın deyil, yəni yazdıq. 2-3 yaş götürmüşəm. Burada belə cib detay qoyublar. Ancaq həqiqi cib deyil. Belə. Bəyəndim, materialını bəyəndim. Tam yazlıqdır. Amma inşallah ki, əynə də olar. Və bu bizim sizlə sonuncu bağlamamızdır. Gəlin, ona da baxaq. Belə bir arxası kapşonkalı, ön hissəsi sepli. Materialına söz ola bilməz. Çox qəşəngdir. Belə qızlar. Bu da bizim çəmu bağlamamız. Əgər videonu bəyəndinizsə də, sizin üçün maraqlıdırsa da bəyənməyi, kanala abunə olmağı unutmayın. Öncədən hər birinizə təşəkkür edirəm. Növbəti görüşlərə dək.